Mən Əbilov Vali, Ahıllar evinin sakiniyim. Əvvəllər idmançı olmuşam, xarici dillər institutunu qurtarmışam, İngilis dili fakültəsini, özüm tərcüməçi işləmişəm. Həyat elə gətirib ki, indi gəlmişəm və Ahıllar evinin sakini olmuşam. Elə bilirdim ki, burada biraz mənim üçün çətin olar. Artıq 3 ilə yaxındır, burada yaşayıram. Burada çox gözəl qayğı, işçi personalı tərəfindən xidmət göstərirlər bizə. Yəni, hər şey yüksək səviyyədə olduğu üçün daha da özümü xoşbəxt hiss edirəm. Gənclərə məsləhətim olar ki, birinci növbədə bu oxusunlar, bilik alsınlar, savad alsınlar, idmanla məşğul olsunlar, pis vərdişlərdən uzaq olsunlar. Əgər gəlib 74 yaşına çatırsansa, əgər sağlamlığımız varsa, bunun özü elə xoşbəxtlik demək.